Salam dəyərli izləyicilər, əziz müəllimlər və əziz şagirdlər. Bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutu 4-cü sinif və 6-cı sinif üzrə monitorinq qiymətləndirmə çərçivə sənədini bizlərə təqdim etdi. Mən bu çərçivə sənədini bir müəllim olaraq, bir həmkar olaraq sizlər üçün təhlil etməyə çalışacağam. Ən azı öz anladığım qədərilə sizlərə anlatmağa çalışacağam. Qruplarda, bizim də yönətdiyimiz qruplarda görürük ki, müəyyən qədər anlaşılmazlıqları var, çərçivə sənədi müəyyən qədər qaranlıq qalan tərəfləri var. Düzdür, tam da onlarla razı deyiləm. Çərçivə sənədi ilin bu vaxtında, yəni imtahana 1 həftə, 2 həftə qalmış yayımlanmamalıdır ən azından. Düzdür, 6-cı sinif monitorinq imtahanı çox da nəticəyə yönümlü bir imtahan deyil. Sadəcə monitorinqdir adı üstündə. Amma yenə də baxsaq, kütləvi olaraq valideynlər öz uşaqlarından monitorinqdə yaxşı nəticə istəyir. Biz müəllimlərdən yaxşı nəticələr tələb olunur. Və buna görə də hər şeyin doğru və düzgün olmağı və sizə doğru, düzgün məlumat verməyə çalışacağam. Yəni, ən azından öz anlandığım qədərlə. Mən burada çıxış edəcəyim məqamlar, vurğuladığım məqamlar, yəni bu belə olacaq, belə düşəcək, bu cürdür demək deyil. Dəfələrlə sizə də demişəm ki, çərçivə sənədi çıxmamış biz məlumat verə bilmirdik. Yəni, nə olsun, biz monitorinq kitabı yazmışıq. Biz monitorinq kitabını sırf monitorinq üçün yox, ümumi bir vəsait kimi yazmışıq ki, oxuyub anlama bacarıqlarını formalaşdırma məqsədilə o ayrı bir məsələ. Buradakı məsələlər isə bizə aid olan məsələ başlayır 36-cı səviyyədə. Mən daha çox 6-cı sinif mövqeyindən çıxış edəcəm və Azərbaycan dili fənni üzrə. Yəni 4-cü sinif mənim sahama dəxlisi yoxdur. Mən ibtidai sinif müəllimi deyiləm ki, oradakı sual tipləri və ya oradakı standartlara uyğun mən nəsə çıxış edə bilim burada. Bizim əsas məsələmiz başlayır 36-cı səhifədən olmalıdır. Səhv eləmirəmsə, nələri diqqətinizə çatdırım. Birinci olaraq bildiyimiz kimi söylentilər doğru çıxdı. 5 mətn nümunəsi olacaq. Mətn növləri birinci, bu bizə aydındır. Bədii, nəqli mətn, informativ mətn, bildiyimiz publisistik mətn. Sonra argumentativ mətn, yəni argumentlər əsasında. Yəni, müəyyən bir fikir, yanaşmanı irəli sürən və onu əsaslandıran mətnlərdir. Yəni, biz buna uyğun nümunələr yazmışıq. Həmən o nümunə sınağı da sizə paylaşacağım. Qruplarda da paylaşacağım. Bizim anladığımız təhər ilə belə olması daha düzgün olar. Yəni, bunu bu cür vermək daha yaxşıdır. 6-cı sinifdə də səhv eləmirəmsə bu mövzuya toxunulur. Və daha öncə də argumentativ mətnlər biz görmüşük. İkincisi, təlimat xarakterli mətnlər. Üçüncüsü, əməli yazı nümunələri. Yazı nümunələri. Bu mətnlər indi niyə bu cür düşür? Şəkilli, anlama, təlimat xarakterli və s. və s. Yuxarıda qeyd olunmuş bir hissədə var ki, şagirdlər beynəlxalq qiymətləndirmə səviyyəsində düşən PISA qiymətləndirməsi və digər oxu savadlılığının ölçülməsi məqsədi ilə bu cür münasib görüblər. Və burada sual tiplərinə baxdıqda biraz natamamlıqlar var. Tutalım, əməli yazı nümunəsi verilib, sual tipi yoxdur. Təlimat xarakterli verilib, sual tipi yox idi, səhv eləmirəmsə. Argumentativdə 2 dialoq verilib şagird arasında. Burada göstərim sizə. 6-cı sinifə aid olan hissəsi. Burada ardıcıllıq gedək. Baxın, 6-cı sinifə deyir, bədii nəqli. Biz sual səviyyəsini böldük burada. Haradasa 4-5 düşür də, belə deyək də, 4-5. İndi burada bölmə necə gedibsə, 15% hansını götürüb, 20% hansını götürüb, onu bilə bilmərik. Mən sizlər üçün belə etdim. 8 bədii yazdım. 8 informativ yazdım. Sonra aslında bu bədii bu göstəriciyə görə biraz az olmalıdır. Argumentativ, təlimat verici və əməli yazını isə 8-8, hərəsinə 3-3 suallar yazaraq, bədiyə bir açıq sual təşkil edərək və bir də argumentativə bir açıq sual yazaraq, bunu sizin üçün bu tipdə 2 açıq sualı da burada nəzərdə tutturduq. Çünki çərçivə sənəddə qeyd olunur ki, hər hansı 2 mətndən birinin açıq olması nəticəsində biz də bu ikisini seçdik. Onlar əməli yazını verə bilər, təlimatı verə bilərlər, informativi, bədini fərqi yoxdur. Yəni 2 açıq sualı verəcəklər, indi bilmək olmur bu hansından olacaq. Ona görə biz də bunu bu formatda verdik. Sonra qavrama, şərh etmə, bu taksonomiya mərhələlərinə uyğun olaraq faiz göstəricilərini göstərib. Bunları da müəyyən qədər orada doğrultmağa çalışdıq. Əslində sınağı bugün yazdıq. Sınaq çərçivə sənədindən dərhal sonra əyləşib, aradasa 5-6 saata ərsəyə gətirdik və çox şeyi istədik ki, çatdıraq, amma bacardığımızın ən yaxşı formasında bugünə biz onu təqdim edəcəyik ki, müəyyən qədər anlaşıqlı olsun ki, bu qaranlıq qalmasın, bu nə olan şeydir. Aydındır. Sonra bizə
Formatlar haqqında burada ətraflı məlumat verilir. 1-2 sual açıq tipli, 1 yəni 2. Bilinmir hansı olacaq bunlar. 6-cı sinifdə cəmi 25 tapşırıq olmaqla 3 mü 3 5 müxtəlif mətn növü, 3 5 müxtəlif. Yenə burada dəqiq demir ki, biz 3 dənə salacağıq, 5 dənə salacağıq. Yəni 3 də ola bilər, 5 də ola bilər. Yenə ötən ilki kimi düşə bilər, yenə düşməyə bilər. Bu formatda ola bilər. Ötən ilki kimi düşsə heç tanış mövzudur. Yox, bu ilki kimi düşsə 3 5 burada dəqiq yoxdur. Bədii, informativ, inandırıcı, təlimatlandırıcı, əməli yazı. İndi biz təlimatlandırıcı da sizə göstərəcəm. Biz onu necə yazmışıq. Bu kimi şeylər. Çətinlik səviyyəsi asan, orta, çətin formatında var. Amma onların təqdim etdiyi tapşırıqlarda biz çətin tapşırıq nümunələri demək ki, yoxdur. Demək olar ki, yoxdur. Bədii mətnlər, məsələn, burada verdiyi nümunə çox qısadır. Mən şəxsən inanmıram bu qədər qısa bir bəddi. Ötən il baxdıqda 1200 sözdən artıq idi. Yəni bu qədər qısa bir bəddi mətn mən gözləmirəm, açıq deyək. İnformativ mətn nümunəsi məsələn normal. Və burada arqumentativ mətn nümunəsi bu biraz arqumentativ mətndən çıxır. Arqumentativ mətn nümunəsini araşdırdım və tam dolğun forması ilə yazdıq. İndi onu sizə göstərəcəm. Daha biraz elə olmağı daha doğru olardı. Sonra təlimat verici mətn. Bu gözəl mətndir. Bu həyatda da uşaqlara lazım olacaq bir şeydir. Burada aşpazın qaydaları haqqında verib, biz də orada bağbanın qaydaları haqqında belə bir uyğunluq elədik və çox da gözəl orada tapşırıqlar verdik ki, siz bunu biləsiniz. Və gördüyünüz kimi əməli yazı nümunələri bitir. Burada yoxdur. Çərçivə sənədinin səliqəliliyi yoxdur. Sonra düşəcək aşağı birincinin tapşırığı, ikincinin tapşırığı. Bunu biraz daha konkret etmək olardı. Bax, tapşırıq 2-nin faktoloji qavraması, hər iki şagird. Bax, bu arqumentativ mətnin güya açıq sualıdır. Biz də ona görə arqumentativ mətnin açıq sualını yazdırdıq. Elə bir açıq sual qoyduq ki, uyğunluq olsun da aşağı-yuxarı olaraq. Başqa nə deyə bilərik? Bax, burada onunla bağlı tapşırıqları verir. Yəni belə bir şeylər biz verə bilərik. Buradan da oxuya bilərsiniz. Aha, bax sonra burada birincisi mətn nümunəsi. Bu onlayn Puctomun olan bir belə deyək də, hələ ki imtahanın nə formada keçiriləcəyi bəlli deyil. Amma bu isə onlayn Google Formsda yığılmış test formasına oxşuyur. Ola bilər ki, bəlkə də onlayn olsun, açılsın şəkillər, amma inandırıcı deyil. Yəqin ki, bu əyani olacaq bu formatda. Sonra başqa nə deyə bilərik? Yenə burada necə görünür tapşırıq nümunəsi 4-cü nümunə kimi çox güclü, ağıllı bax obrazlar haqqında xarakter xüsusiyyət soruşub. Bu tipli və burada şərhlərini də verib. Belə. Yəni çərçivə sənədi budur. Gəlib təbiət elmləri savadlığına qədər. Yəni oxu savadlığından bu qədər. Biz gözləyirdik ki, açığı bu il bizə dinləmə mətnləri olsun. Çünki 6 və 5-ci sinifdə artıq uşaqlar dinləmə mətnləri ötən ildə keçdilər, bu ildə keçdilər. Ən azından monitorinq olunursa, dinləmə mətnlərinə yer vermək olardı. Yəni nə qədər də desək qrammatika tapşırıqları lazım deyil, qrammatika dili çətinləşdirir və s. və s. Ən azı 1 sual, 2 sual, 3 sual monitorinqdə ən azı bilirsiniz 4 məzmun xətti varsa, biz bunun 4-ünü də yoxlamalıyıq. Ən azından hərəsindən 1 sual, 2 sual nümunə ayırmaq olardı. Amma təəssüflər olsun ki, biz bunu görmürük. Öyrənmə kompleks şəkildə getmir. Bu mənim ən çox narazı olduğum məqamlardan biridir. Əgər dərslik əsasında əsas bizim öyrədici vasitəmiz dərslikdirsə, biz dərsliyi orada əhatə etməliyik. Bilmirəm, testoloqlar nə fikirləşir, niyə bunu bu formatda qoyurlar, biz mi nəyisə yanlış anlayırıq, yoxsa həqiqətən monitorinq imtahanı o qədər də vacib bir imtahan deyil. Amma dövlət səviyyəsində bu keçirilirsə, maliyyələşdirilirsə, yəqin ki, bu önəmli bir imtahandır. Və çox gözəl olardı ki, 4 məzmun xətti üzrə 4-ünün də qiymətləndirilməsi olsun. Çünki biz bir tərəfli uşağı öyrətmirik. Yalnız mətnlər haqqında, oxu mətnləri haqqında yox. 4 tərəfli öyrədirik. Ola bilər 9-cu sinifdə dövlət imtahanı verəcək, orada hamısını ölçəcək. Amma 6-cı sinifdə də ölçsək pis olmazdı da. Ən azından monitorinq edirik də. Yəni bilək də uşaqda nə var, nə yox. Yəni rəsmi bir imtahan kimi gedir də bu. Daha yaxşı olardı, amma hələlik bu ildə bu cür oldu. Bu sadəcə bizim xahişimizdir. Belə olsa daha yaxşı olar. Mən tək öz adımdan yox, mənimlərin adından çıxış eləyirəm ki, müəyyən qədər uşaqların həvəsi olsun, qrammatikada öyrənsinlər, dinləmə mətnlərində həvəsi olsun. Ancaq mətn verək, mətn, eyni şey etdikdə şagird də yorulur, biz də yoruluruq. Gəlin indi biz baxaq bizim yazdığımız, ən azından sizlərə dəstək məqsədilə yazmağa çalışdığımız sınaq nümunəsinə.
Sınaq nümunəsində belə şeylər var. Biz nə etdik? Gördüyünüz kimi burada bir bədii mətn nümunəsi verdik. Bu bədii mətn əsasında 8 sual tərtib etdik. Yəni ötəlikli suallara oxşardır, səbəb-nəticə əlaqəsi və bir açıq sual. Bu formatda situasiya tipli verdik. Şagird öz mövqeyini ortaya qoya biləcək və əsaslandıracaq. Sonra informativ mətn qoyduq və informativ mətn haqqında fikirlər soruşduq. Bildiyimiz informativ mətndir, düz, doğru, yanlış mətn haqqında burada məlumat xarakterli mətndir. Üçüncüsü arqumentativ mətn. Belə bir arqument var, kitab oxumaq vacibdirmi? Mövzu. Mövzu isə müasir dövrdə arqument. İnsanların bir qismi düşünür ki, internet, sosial şəbəkələrdə kitabın yerini tamamilə tuta bilər. Lakin mən hesab edirəm ki, kitab oxumaq insanın inkişafı üçün hələ də ən vacib vasitələrdən biridir. Mən ortaya bir arqument atdım və bunu indi isbat edəcəm. Və burada əvvəla və sonra axıra qədər fikrimi əsaslandırmışam və sonra şagirddən hansı arqumentlərin yanlış, hansıların doğru olduğunu soruşmuşam. Şagird həm öz mövqeyini bax burada ortaya qoyacaq, həm də müəllif mövqeyini burada nəzərdən keçirmiş olacaq. Belə bir tip hazırladıq. Yəni arqumentativ mətn nümunəsi bizə görə belə olmalıdır. İndi onların təqdim etdiyində də demirəm, yaxşıdır. Dialoqlar var və s. şagirdlər danışır. Yəni aşağı-yuxarı arqumentativ mətnin nə olduğunu bilmək istəyirsinizsə, sınaqda baxacaqsınız ki, hə, arqumentativ mətn budur, bu deməkdir, bu cür yazılır. Ən azından bizim başa düşdüyümüz forma budur. Üçüncü, təlimat verici mətn nümunəsi. Orada var idi aşpazın qaydaları, bağbanın qaydaları. Təlimatlar var. Bəli, biz bitki əkmək istəyirik. Əvvəlcə nə etməliyik? Daha sonra, tamam. Burada diqqət həddindən artıq su çürütməsinə səbəb ola bilər. Həyatımızın ayrılmaz bir hissəsidir bu təlimatlar. Hər hansı əşya alırıq, nə bilim ağac əkirik, bitki əkirik. Hətta maşın alanda hər şeyin təlimat kağızı olur. Biz nə edirik? Çox vaxt o təlimatları oxumuruq. Amma belə mətn nümunələri yaxşıdır. Hər bir əşyanın, vasitənin təlimatına baxmaq lazımdır. Buradakı təlimatları da elə ona uyğun orada hazırlamışıq, çərçivə sənədinə uyğun olaraq və burada sonra onun əsasında suallar soruşulub. Sonra 5-incisi əməli yazı nümunəsi. Əməli yazı nümunəsi biz sadəsi olaraq, yəni çox fikirləşdik ki, nümunə olaraq nə verək? Nümunə olaraq sonunda məktubda dayandıq. Hər hansısa bir şagirdin məktub yazıb Qarabağdakı bir əsgərə öz hisslərini bölüşüb. Bu hissəsi barədə bir sual vermişik. Sonra hansı nümunədir onu soruşmuşuq və məqsədi nədir? Belə bir 25 suallıq sınaq hazırlayıb sizlərə təqdim etmişik. YouTube-dan bu videonu izləyən müəllim və şagirdlər, əsasən də valideynlər. Bu sadəcə sizlərə dəstək məqsədi ilədir. Bu kimisə qınamaq, tənqid etmək və s. məqsədi ilə deyil. Sadəcə mən bir müəllim olaraq fikirlərimi bildirdim. Sınağı əldə etmək üçün 051 818 33 55 nömrəsinə və ya bu mənim nömrəm, digər nömrə də Abdullah müəllimin 051 698 43 07 nömrəsinə yazaraq sınaqları əldə edə bilərsiniz. Sınağı ikimiz oturub yazmışıq, internet resursları və öz şəxsi belə deyək də yanaşmamız əsasında. Demirəm, siz gəlib sonra mənə deməyin ki, müəllim bəs belə düşmədi, falan düşdü. Bu sadəcə nümunə olaraq bizim proqnoz etdiyimizdir. Bax, adından da burada yazmışam. Proqnozlaşdırılmış 5 mətnli sınaq nümunəsi belə olmaya da bilər. Və bundan daha yaxşı ola bilər, daha çətin ola bilər və s. Və ən azından bizim sizlərə bir istiqamət kimi verəcəyimiz bir nümunədir. Diqqətiniz üçün sağ olun. Monitoring imtahanında sizə və şagirdlərinizə də uğurlar.